Bəni Üməyyənin yaydığı kimi deyin ki, atası İslamı qəbul eləməmişdi. İslamı qəbul eləməmişdi. Yəni Əbu Talib kökü. Heç məsələn, hətta atası birinin İslamı qəbul eləməsə də özünə bir dəxli yoxdur. Həzrəti İbrahimin atası əmisi idi də deyəsən o. Ki ona sərpərəstlik eləyirdi, başçılıq eləyirdi, bütpərəst idi məsələn. Düzdür, ənbiyanın nəslində bütpərəst olmayıb. O silsilədən ki, ənbiya doğulub, o atalardan bütpərəst olmayıb. Amma fərz eləyə bir də məsələn fərz eləyə olsaydı, bunun dəxli yox idi buna. Yaxşı ki, Əbu Talib özü Peyğəmbərə iman gətirmişdi, Peyğəmbəri müdafiə eləyirdi, Peyğəmbərin yolunda hər nəyindən keçmişdi, Peyğəmbərin yerində öz oğlunu yatırdırdı. Buna necə nisbət vermək olar ki, bu iman gətirməmişdi? Elədir. Əleyhissalam öz oğlu idi də bu Talibin. Peyğəmbəri yatırtdı yerində. O bir gecəki mərufdur acı. Leylətül Məbid deyirlər ona. Həzrət Peyğəmbər hicrət edəndə ki, yatıb Əleyhissalam onun yerində və bunu hamı bilir. Amma möhtəbər tarixdə var ki, Əbu Talib o 3 illik mühasirədə, Şeybə Əbu Talibdə hər gecə Peyğəmbəri yerində yatırdırdı. Hamı yatandan, özü də orada dururdu, keşik çəkirdi. Hamı yatandan sonra Əleyhissalamı yatırdırdı orada, Peyğəmbərin yerini dəyişirdi başqa yerə. Ki, məsələn də birdən bilmərik ki, dağdan, daşdan, məsələn bir ox atarlar, neynəyərlər bu cürə. Yəni bir adam ki, hər gün oğlun götürür Peyğəmbərə görə ölüm yatağına salır və bu cürə təhlükə ilə və yandan adamın insafı olar. Deyir, Əleyhissalam burada deyir də və la cəalu beyni və beynəhum nəsəfə. İnsafla dedir. Əleyhissalamın atası barəsində də nədir? İnsafla davran. Mən adı bir dəfə bir ustadlardan soruşdum. Desən, Əllamə Əmini Dəlqədir. Onun təhqiqatlarının içərisindən mənə bir söz dedi ki, Həzrəti Əbu Talibin küfrünün tarixi gedib kimə söykənir də, güya bu İslam gətirməməyin tarixi. O deyir, Əllamə Əmini araşdırıb, özü də tapa bilmirmiş, mütəvəssil olub Əleyhissalama, oradan ona bir mükaşif olunub, gedib araşdırıb görüb, 2 nəfərə gedir çatır ki, Əbu Talib İslamı qəbul eləməyib. Biri Əbu Talib dünyaya gəlməmiş, ölüb. Biri də Əbu Talib dünyadan köçəndən sonra dünyaya gəlib. Yəni bunların heç biri Əbu Talibi görməyib. Biri yaşayanda Əbu Talib olmayıb, biri də doğulanda Əbu Talib olmayıb. Bunlar deyirlər ki, biz Əbu Talibi müsəlman görmədik. Gedir kötüyə çıxır. İntihası o kötücü oradan atandan sonra bir nəfəri bu birislərin tarixi gəlir düşür o zamana belə bu cürə. Nəsə heç bəhsimiz də o deyil.